Hülakü xanım Ağqoyunlu Rüstəm padşahla oxşar, Qaraqoyunlu Cahanşahdan fərqli cəhətlərini soruşur. Klassik feodalizm dövründə hökmranlıq etmələri bu fərqli cəhət deyil, hər üç hökmdar uyğun cəhət olduğuna görə götürə bilmirik. Yerli oturaq feodalların himayə olunması, Hülakü xan oturaq feodallara deyil, köçmə Monqol əyanlarına arxalanırdı, B variantını da götürmürük. Oğuz Türkmən boylarına məxsus olmaları, Hülakü xan Oğuz tayfalarından gəlmirdi, Monqol əsilli idi, C-ni də götürə bilmirik. Sənətkarlardan tamğa vergisinin toplanması Monqollar dövründən başlayaraq 1565-ci ilə kimi 1-ci Təhmasibin ləğv etdiyi dövrə qədər tamğa vergisi toplanılıb. Beləliklə, hər üç hökmdara oxşar cəhət olduğuna görə götürə bilmirik. Hərbi köçmə əyanlarının arxalanmaları Hülakü xan və Rüstəm padşah hərbi köçərlərə arxalanıb, amma deməli Qaraqoyunlu Cahanşah isə hərbi köçəri feodallara arxalanmırdı, yerlilərə arxalanırdı. Y variantı düzgündür.